Söz Müsaade Partiyası'nın başkanı İsa Bey'e veriyor. Buyurun İsa. Teşekkür ederim. Hürmetli meclislerli, değerli müsavatçılar, hamınızı salamlayıram. Meclisimizin növbəti toplantısı keçirilir ve bir kadar heyecanlı başlandı. Meclis yəqin bu da onunla bağlıdır ki, 2 hafta evvel yeni ilimiz geldi, yeni il bahar gelir, yeni nefes gelir ülkemize, cemiyetimize, bu da özünü gösterir. Bir daha öten bayramlar münasibətindən hamınızı təbrik edirəm, arzu edirəm ki, bu yeni ilimiz sizin hər biriniz üçün və böyükdə millətimiz üçün xalqımız üçün xeyirli uğurlu olsun. Müsavat Partiyası öten 3 ayda və keçən məclisdən bugüne qədərki müddətdə də öz nizamnaməsinə və proqram hədəflərinə uyğun şəkildə fəaliyyətini davam etdi. Və o proqram hədəflərini də siz hamınız gözəl bilirsiniz. Burada müsavatdan say seçmə insanlar cəmləşiblər, məclis üzvləri, rayon təşkilatı sədrləri və fəalları yürütüblər. Bu proqramda Azərbaycanın bütün önəmli istiqamətləri öz əksini tapıb. Ona görə də biz Azərbaycanda ən xırda görünə bilən məsələdən tutmuş, xalqımızın 10 illiklərlə bundan sonra həyatına təsir edebiləcək məsələlərə qədər bütün məsələlərlə məşğul olur və ulaşır. Bugün Azərbaycanda vəziyyət kifayət qədər mürəkkəbdir. Əslində qalsa, etiraf, hakimiyyət tərəfindən bu etiraf olunmasa da, dərin bir böhran yaşayır Azərbaycan. Yani bunu hakimiyyət nümayəndələri bəzən dolayısı yolla etiraf edirlər. Bu yaxınlarda onlardan biri qəlbə bir çıxış eləmişdi ki, biz bütün istiqamətlərdə düzgün qərarlar qəbul edirik, düzgün adımlar atırıq. Ancaq nəticələr hələ ki, biz istədiyi bir şəkildə deyil. Adamlar başa düşmək istəmirlər ki, əgər nəticələr yaxşı deyilsə, istər makroekonomik göstəricilərə görə Azərbaycan arzulanan inkişafa nail ola bilmirsə, əksinə geri qalmağa başlayırsa, hətta qonşulardan geri qalmağa başlayırsa. İstərsə də xalqımızın həyat səviyyəsi gündən ağırlaşırsa, deməli, nə qərarlar düzgün deyil, nə də icra düzgün deyil. Əksinə, ölkədə çox ciddi bir korrupsiya prosesi gedir, insanların hüquqlarının məhdudlaşdırılması gedir, istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən. Bütün bunlarda təbii ki, həyata ciddi şəkildə təsir edir. Elə bir neçə gün əvvəl ölkəmizdə yağan yağışların yaratdığı problemləri hamımız yaşadıq. Öz həyatımızda da yaşadıq. Eyni zamanda bütün ölkə üzrə də, Bakı şəhər üzrə də, ölkə üzrə də vəziyyəti görürük. Hər yerdə problemləri görürük. Telefonları söndürün zəhmət olmasın. Səslərini alın üçün. Və bir çox mütəxəssislərin fikrinə görə hələ o problemin sonraki təsirləri də təəssüf ki, özünü göstərəcək. Müsavat Partiyası bu məsələlərin hər birinə münasibətlidir. Müsavat Partiyasının divanı ənənəmizə uyğun olaraq həftədə bir dəfə bir araya gələrək ölkədəki, bölgədəki və dünyadakı prosesləri, problemləri müzakirə edir və Müsavat Partiyasının mövqeyini ortaya qoyur. Müsavat Partiyası hakimiyyətin korrupsiya əməllərinə də qiymət verir. Müsavat Partiyası hakimiyyətin repressiyalarına da etirazını bildirir. Bugün yüzlərlə insanımız siyasi məhbus həyatını yaşayır. Absurd qərarlarla gənclər, xanımlar, istedadlı insanlar, ziyalılar həddən artıq böyük cəzalar alırlar. Məsələn, cəmiyyəti şoka salan hadisələrdən biri
Azərqasımlının 12 il cəza alması oldu. Keçmiş dostundan verdiği borcu geriye istəyib, tələb edib və bu istəyə görə, bu tələbə görə adama 12 il cəza verirlər. Eyni hakimlər və onun həmkarı olan hakimlər Azərbaycanda qətl həyata keçirən, qətli tamamlayan və tamamlaya bilməyən adamlara, tamamlayanlara 9-11 il iş verirlər. Tamamlaya bilməyən bəzilərinə isə 3 il şərti iş verirlər. Belə bir şəraitdə siyasi fəaliyyətinə görə, müstəqil mövqeyinə görə bir ziyalımız 12 il cəza alır. O bir şəxslərə də, siyasi məbuslara da verilən qərar, məhkəmə hökümləri heç də çox da geriyə qalmır. Elə həmin ona oxşar cəzalar verilməkdə davam edir. Müsavatın 500'ü hazırda həbsdədir. Tonik Yaqublu, Şəmşad Ağa və Biləsuvar Təşkilatımızın 300'cü, o cümlədən ikisi məclis üzvü bugünə qədər də həbsdədir. Biz Müsavat Partisi olarak bütün məsələləri qaldırırıq, mövqeyimizi bəyan edirik, etirazımızı bildiririk. Və əslində qalsa Azərbaycanda bilmirəm hansı partiyanın adını çəkmiyorlar ki, bütün mövzularda gereken mövqeyi ortaya koyup gereken itirazı seslendirir. Aynı zamanda dediğim gibi biz köklü problemlere de münasebet bildiriyoruz. Arif ve Tamra haklı olarak belirledi ki ister Rusya-Ukrayna savaşı, ister bölgemizde komşuluğumuzda devam eden Amerika Birleşmiş Milletler ile İsrail'in İran'a karşı savaşı dünyanın geleceğine təsir edən, o cümlədən Azərbaycanımızın, bölgemizin geleceğine çok ciddi şekilde təsir edən bir hadiseler. Bu hadiselere münasebet bildirmemek məsuliyyətsizlik olar. O da tabii ki Müsavat kimi bir partiyanın bu meselelere laqeyd kalması mümkün olan bir şey değil. Ona göre de muharibənin ilk günlerinden, əslində qalsın müharibə başlanmamışdan əvvəl də biz bunu müzakirə edirdik. İlk günlərində də divanda bu məsələni müzakirə edərək Müsavat Partiyasının bu məsələlərə münasibətini 5 prinsipdən ibarət bir şəkildə təqdim etdik. Bunu yəqin ki eşitmişsiniz, oxumuşsunuz. Kısaca yazılı salıram ki, birinci prinsip sülhün tərəfdarı olmağımız, bölgədə müharibənin əleyhinə olmağımız. İkinci prinsip, bütün problemlərin danışıq yolundan, diplomasi yolundan həll edilməsi tələbimiz. Üçüncüsü, prinsipial mövqe bildirdi ki, biz İranda bir diktaturanın başka diktatoraya nəzərdə olmasını istəmirik bu müharibənin nəticəsində. Biz hesab edirik ki, İran xalqlarının, İran vətəndaşlarının öz gələcəklərini müəyyənləşdirmək hüququ var və ona imkan yaradılmalıdır. Azad cəmiyyət üçün, demokratik idarə etmək üçün imkan yaradılmalıdır İran xalqlarının, İran vətəndaşlarının. Dördüncüsü qeyd eləmişdik ki, İranda bizim 10 milyonlarla soydaşımız yaşayır və biz onların tarixinə bilgən ola bilməlik. Onların hüquqları, onların təhlükəsizliyi bizi ciddi şəkildə düşündürür, narahat edir. Beşincisi de biz Azərbaycan ve Türkiye hakimiyyətlərinə müraciət etmişdik ki, bütün variantlara hazır olmalıdır bizim dövlətlərimiz və müəyyən situasiyalarda gereken adımlar atmağa bu dövlətlərimiz hazır olmalıdır. Bu 5 prinsipi biz yaydıq, müxtəlif çıxışlarda səsləndirdik və daha sonra burada 18 Mart'da Yaxın Şərq müharibəsi, Yaxın Şərqdə müharibə və Azərbaycan mövzusunda geçtiğimiz müzakirələrdə də çox geri gəlmişə, yaxşı, maraqlı geçti müzakirələr. Azərbaycan müxtəlif ictimai şəxs xadimləri, araşdırmaçıları, ziyalıları iştirak edirdilər və fərqli mövqelər səsləndi. Və bütün bu tədbirlər kifayət qədər diqqəti cəlb elədi ölkəmizdə, ölkəmizdən kənarda. Və o da qeyd oldu ki, birçokları xüsusi qeyd edərkən Müsavat Partiyasının iləri sürdüyü bu 5 prinsip, onları da qəbul edirlər. Yəni bu, o deməkdir ki, bu kifayət qədər məntiqli və xalqımızın mövqeyini kifayət qədər ifadə edən bir mövqedir. Bir sıra digər təkliflərimiz, təşəbbüslərimiz də oldu. O cümlədən təklif etdik ki, Bakıda
bu mövzu ilə bağlı geniş bir konferans geçirildi. Və bu konferansda güneyli soydaşlarımızın tanınan insanları, seçilən insanları cəlb olunsunlar və vəziyyət ciddi şəkildə müzakirə olunub, vahid bir platforma hazırlanmasına cəhd edilsin və həmin platforma bütün millətimizə, hər kəsə təqdim olunsun ki, insanlarımız bilsinlər ki, vahid bir mövqe var və fəaliyyət göstərmək istəyən, mövqe ortaya qoymaq istəyən üçün bir platforma mövcud olsun. Bu təklifimiz də kifayət qədər diqqəti cəlb edir. Yenə təkrar edirəm ki, Müsavat Partiyasının son vaxtlarda irəli sürdüyü ideyalar, keçirdiyi tədbirlər, təşəbbüslər təkcə ölkəmizdə deyil, İranda da, başqa yerlərdə də diqqəti cəlb edir. Dostlarımız tərəfindən də, dost olmayanlar tərəfindən də ciddi şəkildə öyrənilir, araşdırılır və diqqətə alınır. Biz bu fəaliyyətimizi davam etdirmək niyyətindəyik. Çünki qeyd etdiyimiz kimi söhbət həm bizim 10 milyonlarla soydaşımızın talihindən gedir, həm Azərbaycanımızın bütövlükdə gələcəyindən gedir, həm də ki, laf elə pragmatik danışsaq, qonşuluğumuzda müharibə gedir. Bu müharibə bizdən yan keçə bilməz. Bu müharibənin təsirləri bugün də var, sabah da artacaq. Ona görə də Azərbaycan məsələ ilə bağlı mövqe bildirməsi, fəal olması, təşəbbüskar olması, yəni o qədər məntiqlidir ki, bunun əleyhinə olanları başa düşmək mümkün deyil. Yeri gəlmişkən, bizim bu məsələlərdə mövqeyimizə görə müsavata hücumlar da olur. Əksəriyyətin müsbət qarşıladığını deyil, bu həqiqət deyil, ancaq hücum edənlər də var. Və müxtəlif məntiqlə, müxtəlif ideoloji xətlərdən hücumlar edilir Müsavat Partiyasına. Ancaq bütövlükdə ümumiləşdirəndə görürsən ki, əsas hücumlar Rusiyanın hakimiyyəti istiqamətindən, Rusiyadakı imperialist siyasətdən irəli gəlir və İran hakim rejimindən və bu rejimi dəstəkləyənlər tərəfindən Müsavata qarşı etirazlar, hücumlar gəlir. Bugünlərdə yəqin ki, Rusiya Xariclər Nazirinin Rusiyanın aparıcı rəsmilərindən birinin açıqlaması oldu. Adam deyir ki, Cənubi Qafqazda Zəngəzur yolunun çəkilməsi və buranın Rusiyanın bu prosesdən kənarda saxlanması əsası 1828-ci ildə Türkmənçay müqaviləsində qoyulmuş qüvvə balansını dəyişir və bu yol verilməz. 1828-ci ildə Rusiya faktiki olaraq Azərbaycan torpaqlarının önəmli bir hissəsini işğal edildi. İndi üstündən 2 əsr keçəndən sonra, 2 ildən sonra 2 əsr olacaq. Adamlar deyirlər ki, Türkmənçay müqaviləsi ilə yaranmış balans pozulub. Zəngəzur yolu söhbəti ilə və Rusiyanın bu prosesdən kənarda saxlanması ilə. Yəni bu 200 il ərzində Azərbaycan 1918-ci ildə müstəqilliyin qazanıbdır, 1991-ci ildə müstəqilliyin bərpa edildi. Dünya dəyişir, xəritə dəyişir, münasibətlər dəyişir. Bu adamlar həm bugün də deyirlər ki, Türkmənçay müqaviləsinin yaratdığı balans bozulur. Yəni bu adamlar yenə də Azərbaycanı ölkədə Güney Cənubi Azərbaycanı, Cənubi Qafqazı Rusiyanın təsir dairəsini görürlər. Rusiyanın nəzarətində olan və olmalı olan yer kimi görürlər. Biz buna etiraz eləməməliyik. Biz bu qüvvələrə qarşı səsimizi ucaltmamalıyıq. Eyni şəkildə də İran rejimindən bu illər ərzində Azərbaycana qarşı münasibəti dəfələrlə görmüşük. Biz bu münasibətə göz yummalıyıq. Biz onu da qeyd eləmişik ki, bizim bütün bu məsələlərə baxışımız iki prinsipdən irəli gəlir. Milli maraqlarımız və beynəlxalq hüquq
Bunu biz etmişik, edirik və davam etdirəcəyik. Bu prinsiplərin hər hansı birindən imtina Müsavat Partiyası üçün mümkün deyil. Və Müsavat Partiyası Azərbaycan Cumhuriyyətinin qurucu partiyası. Müsavat Partiyası bu ölkənin gələcəyinə görə məsuliyyət daşıyır. Və Müsavat Partiyasının qurucuları da, bugün Müsavat Partiyasını sizinlə birlikdə idarə edən qüvvələr də hamısı hər zaman haqqa, ədalətə arxalanıblar, hüquqa arxalanıblar və milli dəyərlərə və milli maraqlara əsaslanıblar. Bu şəkildə də davam edəcək. Biz bu məsələdə tərəf deyilik. Yəni, Amerika Birləşmiş Ştatlarla İsrail İrana qarşı savaş aparır. Biz tərəf deyilik. Biz nə Amerikan tərəfində deyilik, nə də İsrail tərəfində deyilik. Və bu müharibənin köklərinə başlasaq, qiymət verməyə başlasaq, bu 10 illərlə uzağa gedən bir proses olacaq. Dediyim kimi bizim seçimimiz ölkələrə görə deyil, bizim seçimimiz beynəlxalq hüquqa, haqqa, ədalətə görədir və milli maraqlara görə. Müsavat Partiyası dəfələrlə dediyimiz kimi yalnız Azərbaycan Respublikasının partiyası deyil. Müsavat Partiyası 50 milyonluq soydaşlarımız bütün dünya Azərbaycanlılarının partiyasıdır. Biz 50 milyona xidmət edirik. Keçmişdə də belə olur, bugün də belədir və gələcəkdə də belə olur. Biz hazırda da güneyli, kuzeyli Azərbaycan düşünən insanları bir araya gətirməyə çalışırıq. Çalışırıq ki, bu problemləri bir yerdə müzakirə edib, gərəkən qərarları qəbul edək. Və inanırıq ki, buna nail olacaq. Çünki biz müsavatçılığa əsaslanırıq, rəsvad edici və dəyərlərinə, prinsiplərinə əsaslanırıq, haqqa ədalətə əsaslanırıq. Biz vicdanlı, ədalətli insanlara müraciət edirik, onlara inanırıq və inanırıq ki, bu insanlarla bir yerdə bütün hədəflərimizə nail ola biləcəyik. Bir daha sizi salamlayıram və bu yolda hər birinizə və bütün xalqımıza uğurlar, qələbələr arzulayıram.